Elhamdülillah ve salatu ve selamu ala Resulillah. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve resuluhu. Sahih et-Tergib ve Terhib kitabından müellif fəsil açır və deyir ki, et-terhibu minər-riyai və mə yəquluhu mən xafə şeyən minhu. Riyadan qorxutmaq, çəkindirmək və riyadan qorxan insan nə deməlidir? 22-ci hədis Əbu Hurayra'dan deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi və səlləm belə buyurur: İnnə əvvələn nəsi yuqda yevməl qiyaməti aleyhi raculun. Qiyamət günü əleyhinə ilk hökm kəsilən o kişidir ki, şəhid edilib və o gətiriləcək və ona nimətlər xatırlanılacaq və o da nimətləri etiraf edəcək və deyəcək ki, nimətlər qarşılığında nə etdin? Deyəcək ki, sənin üçün vuruşdum, hətta şəhid edildim. Allahla deyəcək ki, yalan deyirsən. Lakin sən vuruşdun ki, desinlər, filan kəs qorxmazdır, cürətlidir. Artıq deyildi, sonra əmr olunur və üzü üstə sürüklənərək cəhənnəmə atılır. Və o kişidir ki, elm öyrənib və onu öyrədib, Qur'an oxuyub, yəni Qur'anı əzbərləyib və o gətiriləcək, ona nimətlər xatırlanılacaq, yəni Allah təala ona nimətləri deyəcək və o da nimətləri xatırlayacaq, sonra deyəcək ki, bu nimətlər qarşılığında nə etdin? Və o deyəcək ki, mən elm öyrəndim və onu öyrətdim, sənin üçün Qur'an oxudum, Qur'an əzbərlədim. Allah təala deyəcək ki, yalan deyirsən, lakin sən öyrəndin ki, desinlər alimdir. Qur'an oxudun, əzbərlədin ki, desinlər qaridir, Qur'an əzbərləyəndir, Qur'an oxuyandır. Və artıq deyildi, sonra əmr olunur və o üzü üstə sürüklənərək cəhənnəmə atılır. Və üçüncü deyir Allah Resulü sallallahu aleyhi ve sellem, o kişidir ki, Allah ona geniş mal vermiştir. Allah təala ona malı çoxaltmışdır, malı artırmışdır. Və ona müxtəlif sinif, növ mallardan vermişdir və o gətirilir və ona nimətləri xatırlayır və o da nimətləri etiraf edir. Və ona deyir ki, Allah Teala nə etdin bu nimətlər qarşılığında? Deyir ki, sənin xərclənmək sevdiyin elə bir yol qoymadım ki, tərk etmədim ki, o yolda xərcləməyim. Allah Teala deyir ki, yalan deyirsən, lakin sən etdin ki, desinlər, səxavətlidir, cömertdir, əli açıqdır və artıq deyildi və sonra o əmr olunaraq üzü üstə sürüklənir və cəhənnəmə atılır. Başqa rəvayətdə isə deyir ki, Şüfey Əsbəhi deyir, Mədinəyə daxil olur, görür ki, bir kişi, insanlar onun ətrafında toplaşıblar. Və soruşur ki, bu kimdir? Deyirlər ki, Əbu Hurayra'dır. Deyir, ona yaxınlaşdım, hətta qarşısında əyləşdim. Və o da insanlara hədis danışırdı. Nə vaxt ki, sakit durdu, sustu. Ona dedim ki, mən səndən soruşuram, səndən istəyirəm haqla, yəni haqq üçün. Sən mənə Allah Resulü sallallahu aleyhi və səlləmdən eşitdiyin hədisi danış. O hədis ki, onu dərk edib, əql edibsən və onu bilibsən. Yəni eşidibsən, anlayıbsan, o hədisi bilibsən. Əbu Hurayra dedi ki, edərəm. Mən sənə hədis danışacağam. O hədisi ki, Allah Resulü sallallahu aleyhi ve sellem mənə danışmışdır. Və mən də onu anlamışam və onu bilmişəm. Sonra Əbu Hurayra bir müddət bayılan kimi olur. Və biz də bir müddət qaldıq. Yəni Əbu Hurayra'dan bir səs çıxır.
sanki özündən gedən kimi sonra ayılır və deyir ki, mən sənə bir hədis danışacağam. O hədisi Allah Resulü sallallahu aleyhi və səlləm mənə danışmışdır və mən də bu evdə olduğum halda və bizimlə bərabər Allah Resulü və məndən başqa heç kəs yox idi. Sonra Abu Hureyra yenə də bayılan kimi olur, yəni bir səs çıxır və bayılır. Sonra ayılır, özünə gəlir və üzünü silir və deyir ki, edərəm, mən sənə bir hədis danışacağam. O hədisi Allah elçisi sallallahu aleyhi və səlləm mənə danışmışdır bu evdə və bizimlə bərabər məndən və ondan başqa heç kəs yox idi. Sonra yenə Abu Hureyra bayılır, şiddətli şəkildə sonra yıxılır üzü üstə və bir müddət mən onu uzatdım, yəni söykədim özümə. Sonra ayıldı və dedi ki, mən sənə hədis danışacağım. Allah Resulü sallallahu aleyhi və səlləm mənə danışmışdır ki, qiyamət günü olduqda Allah Teala qulları arasında hökm vermək üçün nazil olacaq. Və bu hədisdə keçən Allah Teala'nın nazil olması və ümumiyyətlə Allahın sifətləri hədislərdə və həmçinin ayələrdə keçən Allahın sifətləri hamısı həqiqi şəkildədir. Allahın cəlalına, ucalığına, əzəmətinə, kamilliyinə layiq şəkildə. Və bu da Allah Teala'nın feili sifətlərindəndir və əhl-i sünnə Allah Teala'nın feili sifətlərini və ümumiyyətlə Allahın ad və sifətlərini olduğu kimi qəbul edir, yozmadan, inkar etmədən və heç bir məxluqa da bənzətmədən. Və bu hədisdə də Allah Resulü sallallahu aleyhi ve sellem Allah'tan xəbər verir. Və buyurur ki, qullar arasında hökm vermək üçün Allah Teala nazil olacaq və hər bir ümmət də qiyamət günü diz çökmüş halda olduğu halda. Və birinci çağırılan o kişi olacaq ki, Kur'an'ı əzbərləyib, Kur'an'ı sinəsində cəm edib. Və ikinci o kişidir ki, Allah yolunda öldürülüb. Və üçüncüsü çoxlu mal sahibi olan kişi. Allah Teala Kur'an əzbərləyənə, Kur'an oxuyana deyəcək ki, mən sənə Resuluma, elçimə nazil etdiyimi öyrətmədimmi? Deyəcək ki, bəli ya Rab. Allah da deyəcək, öyrəndiyinə nə əməl etdin? Deyəcək ki, gecə və gündüz ona əməl edirdim, onu oxuyurdum. Allah Teala ona deyəcək ki, yalan deyirsən. Və mələklər də ona deyəcək ki, yalan danışırsan, yalan deyirsən. Allah Teala deyəcək ki, sən istədin ki, desinlər filan kəs qaridir, Kur'an əzbərləyəndir və artıq o sənə deyildi. Və mal sahibi gətiriləcək, Allah Teala ona deyəcək ki, mən sənə çoxlu mal vermədimmi? Yəni, heç kəsə möhtac etmədim. Hətta, yəni sən kiməsə möhtac olacaq şəkildə qalmadın. Və o deyəcək ki, bəli ya Rab. Və Allah Teala deyəcək ki, mənim sənə verdiyimə, o mala mülkə sən nə etdin? Deyəcək ki, mən qohumlarla əlaqəni gücləndirirdim, sədəqə verirdim. Allah Teala deyəcək ki, yalan deyirsən. Mələklər də deyəcək ki, yalan danışırsan. Və Allah Teala deyəcək, əksinə sən istədin desinlər ki, filan kəs səxavətlidir, əli açıqdır və artıq deyildi. Və Allah yolunda öldürülən kişi gətiriləcək. Allah Teala ona deyəcək ki, sən nə üçün vuruşdun? O da deyəcək ki, ey Rəbbim, sənin yolunda cihadı əmr etdin və mən də vuruşdum ta ki öldürüldüm. Allah Teala ona deyəcək ki, yalan danışırsan. Və mələklər də deyəcək ki, yalan danışırsan və Allah da deyəcək, əksinə sən istədin ki, desinlər filan kəs cürətlidir, qorxmazdır, mərddir. Artıq sənə deyildi. Sonra Allah Resulü sallallahu aleyhi ve sellem budlarına, yəni dizlərinə vurdu və dedi ki, ey Abu Hureyra,
bu üç şəxs Allah Teala'nın yarattığı insanlar içerisinde ilk, yani cehennemde kıyamet günü alovlandırılan şəxslərdir. Bu üç şəxs o şəxsdir ki, kıyamet günü cehennem odu birinci bunlarla alovlandırılacaq. Ve sonra isnadı ilə rivayet edir. Ebu Hakim Muaviye radıyallahu anh'ın yanında, yani kılınç düzelden veyahut da onun yanında ceza tetbik eden idi. Ve deyir ki bir kişi dahil oldu Muaviye'nin yanına ve bu hadisi Ebu Hureyre'den rivayet olunan bu hadisi ona haber verdi. Ve Muaviye dedi ki eğer bunlara bu edilecekse başka kalan insanlar necə olacaq gör. Sonra Muaviye şiddetli şekilde ağlamaya başladı. Ve deyir, biz elə zənn etdik ki o helak olacak. Ve dedik ki bu kişi yani ne pis ne şer getirdi. Ve sonra Muaviye özüne geldi. Yüzünü sildi. Ve dedi ki Allah ve Resulü doğru söyleyip ve sonra ayəni okudu. Allah Teala buyurur: "Men kana yuridul hayatad dunya ve zinetaha." Her kim dünyanı ve dünyanın berbezeyini, zinetini, güzelliğini isteyerse, "Nuvaffi ileyhim a'malahum fiha ve hum fiha la yukhasun." Biz onlara emellerini tam şekilde orada, yani dünyada vererik ve onları emelinden hiç ne nagisleşmez. Ulaikellezine leyse lehum fil ahireti illen nar. Bunlar o keslerdi ki ahirette onlara oddan başka bir şey yoktur. Ve habita ma sana'u fiha. Ve onların dünyada ettikleri puç oldu. Ve batilun ma kanu ya'melun. Ve ettiği emeller de batil olmuştur. Yani Muaviye bu hadisin təsdiqi olarak ayəni okuyor ki, hansı kim ki dünya hayatını ve dünyanın berbezeyini isteyerse, ahireti istemezse, o insana ettiği emelin karşılığı olarak dünyada verilir, ahiretten ise ona bir pay yoktur. Yani oddan, cehennem odundan başka bir şey o insana yoktur. 23. hadis Ubey ibn Ka'b deyir ki Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuştur. Bu ümmeti müjdele, ucalıkla, yani dinle ve yükseklikle, yani şerefle, Allah yanında ucalmalarıyla ve hemçin yer üzerinde mühkemlenmekle ve kim de onlardan ahiret emeliyle dünyanı isteyerse ahiretten ona hiçbir pay olmaz. Başka rivayette ise buyurur ki Allah Resulü sallallahu aleyhi ve sellem Beşir hadil ümmete bit teysir. Bu ümmeti müjdele asanlaştırılmakla ve senai ve rif'a, ucalıkla, yani Allah yanında değerinin, qədrinin, derecesinin ucalmasıyla ve yer üzerinde, ülkelerde, şehirlerde mühkemlenmekle ve Allah'tan yardım, kömeğin gelmesiyle müjdele. Ve onlardan her kim ahiret emeliyle dünyanı isteyerse ahiretten onun payı olmaz. 24. hadis Ebu Hind Eddari deyir ki o Allah Resulü sallallahu aleyhi ve sellem'in belə dediğini eşitmiştir. Kim riyakarlıkla ve eşitsinler diye emel ederse Allah kıyamet günü onu insanlara gösterer ve onu eşittirer. Yani Allah kıyamet günü, yani kim dünyadayken riyakarlıkla emel ederse, insanlar eşitsinler diye ederse, Allah kıyamet günü insanın riyakarlığını insanlara, hamıya gösterer ve hamıya eşittirer. 25. hadis Abdullah bin Amr deyir ki eşittim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Men semme'an nase bi amelihi semme'allahu bihi mesami'a halqihi ve sagharahu ve haqqarahu.
Kim əməlini insanlara eşitdirmək üçün edərsə, Allah Teala bütün məxluqata onu eşitdirər, yəni onun riyakar olmasını və onu alçaldar, onu aşağılayar. Yəni kim dünyada ikən insanlara göstərmək üçün riyakarlıqla əməl edərsə, halbuki riyakarlıqla əməl edən insan insanlar yanında hörmətli olmaq üçün edir. Dərəcəsi dəyəri olsun deyə və onun istəyinin əksi ilə cəzalanır, qiyamət günü alçalır, rəzil və zəlil olur. 25-ci hədis Cundub ibn Abdullah deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Kim eşitdirərsə Allah onu eşitdirər və kim də riyakarlıq edərsə Allah onu göstərər. Yəni Allah Teala qiyamət günü onun niyyətini riyakarlıqla əməl etməsini insanlara zahir edər. Və Allah Teala onun bu xarab, pis niyyətini qiyamət günü bütün insanlara izhar edər, bildirər və məxluqatın qarşısında Allah onu rüsva edər. Və dünyadayken insan hər hansı bir günahına görə, pis əməlinə görə rüsvay olmaqdan qorxur. Və istəmir ki, kimsə onun pis əməlini bilsin. Dünya rüsvayçılığı halbuki axirət rüsvayçılığına nisbətdə yox kimidir. Gör axirət günü, o qiyamətin rüsvayçılığı nə qədər də insan üçün dəhşətli bir işdir. 27-ci hədis Avf ibn Malik el-Əşca'i deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən qamə məqamə riyəin rə'allahu bihi. Kim riyakarlıqla əməl edərsə Allah Teala onu göstərər. Yəni rə'ə sözü, riya sözü, riya onun sözü, rə'ə feilindəndir, hansı ki göstərmək. Yəni insan əməlini göstərmək üçün edir. Görsünlər deyilir. Və Allah Teala göstərər, insanlara göstərər bu insanın o pis niyyətini. Və kim də eşitdirmək üçün əməl edərsə Allah onun əməlini eşitdirər. 28-ci hədis Muaz ibn Cəbəl deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Hər hansı bir qul dünyada ikən eşitdirmək üçün və riyakarlıqla əməl edərsə Allah onun əməlini qiyamət günü bütün insanlara eşitdirər. 29-cu hədis Abdullah ibn Abbas deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Mən rə'ə, daha doğrusu Abdullah ibn Abbas özü deyir. Abdullah ibn Abbas sahabənin öz sözüdür. Və deyir ki, mən rə'ə bir şeyin fid dünya min əməlihi. Kim dünyadayken əməlindən hər hansı bir şey insanlara göstərmək üçün edərsə, riyakarlıq edərsə, Allah qiyamət günü onu öz əməlinə, yəni kimə göstəribsə ona həvalə edər. Və deyər ki, undur həl yuğni ankə şeyən. Bax gör sənə hər hansı bir şeylə fayda verirmi? Neysə bir faydası varmı? Rubey ibn Abdurrahman İbn Əbi Said el-Xudri'dən, yəni atasından rəvayət edir. O da atasından, yəni babasından rəvayət edir. Abu Said el-Xudri'dən. Deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem bizim yanımıza çıxdı və biz də Məsih Dəccəldən danışırdıq və dedi ki, mən məndə sizin üçün Məsih Dəccəldən daha qorxulu olanı xəbər verimmi? Halbuki Məsih Dəccalın fitnəsi hədislərdə gəlir ki, yəni qiyamət gününə qədər, qiyamətə qədər ən şiddətli fitnə Məsih Dəccalın fitnəsi olacaq. Və bu hədisdə də Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, Məsih Dəccaldən daha qorxulu olanı xəbər verimmi? Dedik ki, bəli ya Resulallah, dedik ki, gizli şirkdir. Kişi qalxır, namaz qılır və insanların, yəni kişinin baxmasına görə, hər hansı bir kişinin ona baxmasına görə namazını gözəlləşdirir. Məhmud ibn Ləbid deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem çıxdı və dedi ki, ey insanlar, gizlilərin şirkindən çəkinin, sirlərin şirkindən çəkinin,
Dedilər ki, ya Resulallah, sirlərin şirki nədir? Dedi ki, kişi qalxır, namaz qılır, namazını çalışır ki, gözəlləşdirsin, bəzəsin, insanların ona baxdığını bildikdə. Görəndə ki, insanlar ona baxır, namazını gözəlləşdirir və bu da şirkdir. Bu da sirlər şirkidir. Sirlər şirki. Çünki zahirən ibadətdir. Açıq-aşkar şirk deyil. Bir var insan bütün qabağında səcdə eləsin, şirk qoşsun. Amma bu isə namaz qılır. Zahiri görünüşü odur ki, Allaha ibadət edir. Lakin qəlbində istəyi, niyyəti isə insanlara göstərməkdir. Kimsə görsün, kimsə bəyənsin və kimsə tərifləsin deyə namazı qılır. Yəni, axirət üçün ediləcək bir əməli dünya üçün edir. İnsanlar yanında hörmət qazanmaq üçün tərifləsinlər deyə. Məhmud ibn Ləbid deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem buyurmuşdur. Mənim, yəni sizin üçün ən çox qorxduğum şey kiçik şirkdir. Dedilər ki, ya Resulallah, kiçik şirk nədir? Dedi ki, riyadır. Allah Teala, uca, əzəmətli Allah, insanlara əməllərinə görə mükafat və ya cəza verdikdə, Allah Teala deyəcək ki, gedin o kəslərin yanına ki, dünyadaykən siz onlara göstərirdiniz. Və baxın, onlar yanında bir mükafat tapırsınızmı? Yəni, dünyadaykən insan kimə özünü göstəribsə, kimə riyakarlıq edibsə, qiyamət günü ona deyiləcək ki, get, sən kimə özünü göstərirdinsə dünyada, onun yanına, gör bir mükafat tapa bilirsənmi onda? 33-cü hədis Əbu Səid İbni Əbi Fudalə deyir ki, eşitdim Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurur. Allah Teala əvvəlkiləri və sonrakiləri cəm etdikdə, qiyamət günü üçün elə bir gün ki, onun baş verməsində heç bir şək şübhə yoxdur. Çağırışçı səsləyən səsləyəcək, çağıracaq və deyəcək ki, kim əməlində Allaha kimisə şərik qoşmuşdursa, savab mükafatını ondan tələb etsin. Yəni, kimə şərik qoşubsa, şərik qoşduğundan tələb etsin. Həqiqətən Allah şəriklərin şirkə ən ehtiyacı olmayanıdır. 34-cü hədis Əbu Hurayra deyir ki, Allah Resulü sallallahu aleyhi ve sellem belə buyurmuşdur. Allah Teala belə dedi, mən şəriklərin şirkə ən ehtiyacı olmayanıyam. Kim əməl edər mənim üçün, hər hansı bir əməl edər və o əməldə məndən başqasını şərik qoşarsa, mən ondan uzağam və o əməli də şərik qoşduğunadır. Yəni, kim əməlində Allahla yanaşı şərik qoşarsa, ola bilər, ibadət edir, salih əməl edir, həm Allah əmr edib deyə və həmçində başqasına özünü göstərmək üçün tərifləsinlər deyə edirsə əgər və yaxud da kiminsə qınağından qaçaraq, qorxaraq əməl edirsə, Allah o insandan əməlini qəbul etmir. Ya'lə ibn Şəddəd, o da atasından rəvayət edək deyir ki, Kunnə nəuddur riyə fi zəmənin Nəbi sallallahu aleyhi ve sellem əşşirkə əsxar. Deyə Allah elçisi sallallahu aleyhi ve sellemin dönəmində, onun vaxtında biz riyanı kiçik şirkdən hesab edirdik. Əbu Ali deyir ki, hansı ki Bənu Kəhil qəbiləsində olan bir kişidir. Deyə Əbu Musa Əl-Əş'ari bizə xütbə verdi və dedi ki, ey insanlar, bu şirkdən çəkinin, həzər edin. Həqiqətən o, qarışqanın addımlarından daha gizlidir. Yəni, bu riya, hansı ki gizli şirkdir. Buyurur ki, qarışqanın addımlarından daha gizlidir. Və Abdullah ibn Hazən və Qays ibn Mudarib ikisi ayağa durdu Əbu Musa Əş'ariyə tərəf və dedilər ki, Allaha and olsun ki, ya sən bu dediyin şeyə dəlil gətirəcəksən, ya da ki, biz səni
Ömer'in yanına aparasıyıq, bizə izin verilsə də, izin verilməsə də. Yəni, 2 nəfər qalxır və dəlil tələb edirlər. Ki, yəni, dediyin şeyə dəlil gətirməlisən. Çünki o zaman insanlar dini məsələdə, ibadət məsələsində mükafat, savab, cəza məsələsi olsun, dəlilə isnadən danışırdılar və dəlilə isnadən əməl edirdilər. Və bunu da tələb edirlər. Əbu Musa Əş'ari deyir ki, əksinə mən sizə dediyim şeyə dəlil gətirəcəm. Və sonra deyir ki, Allah elçisi sallallahu aleyhi və səlləm bir gün bizə xutbə verdi. Və dedi ki, ey insanlar, bu şirkdən çəkinin, həzər edin, qorxun. Həqiqətən o, qarışqanın addımlarından daha gizlidir. Və Allahın istədiklərindən kimsə bir nəfər Allah elçisi sallallahu aleyhi və səlləmə dedi ki, ya Rasulallah, o qarışqanın addımından daha gizli olduğu halda biz ondan necə çəkinək, necə qorunaq? Və Allah elçisi sallallahu aleyhi və səlləm dedi ki, deyin və bu duanı öyrətdi. Allah elçisi sallallahu aleyhi və səlləm riyadan qorunmaq üçün duanı öyrətdi ki, hansı ki müsəlman bu duanı daim etməlidir, Allaha yalvarıb Allahdan istəməlidir. Və deyir ki, deyin ki, Allahümmə innə nə'uzu bikə min ən nuşrikə bikə şeyən nə'ləmuhu və nəstəğfirukə limə lə nə'ləmuhu. Allahım, bilərək sənə hər hansı bir şeyi şərik qoşmaqdan sənə sığınırıq. Və bilmədən etdiyimizə görə səndən bağışlanma istiğfar edirik. Və Allahdan istəyirəm ki, Allah Teala bizi qorusun, bilə-bilə hər hansı bir şeyi Allaha şərik qoşmaqdan və bilmədən etdiklərimizə görə də Allah Teala bizi bağışlasın və Allah sizə də bərəkət versin. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə əntə əstəğfirukə və atubu ileyk.